Uşaqlıq sallanmasında uşaqlığın çıxarılması təkcə uşaqlığı çıxartmaq məsələnin həlli deyil. Keysəriyyə zamanı eyni zamanda abdominoplastikada icra olunur. Elə qadınlar olur, uşaqlıq tam şəkildə çöldə yerləşə bilir və yaxud sidik hissəsi. Böyrək çaşmazına gətirib çıxara bilər. Ona görə də təbii ki, bu problem varsa vaxtında həll olunmalıdır. Ciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni biz saçdan ötürü həyatı məhv eləməyə dəyərmi? Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında Sağlam Həyat layihəmiz davam edir. Bu gün də sizin çox aktual mövzularla, maraqlı mövzularla qarşınızdayıq. Ümumi cərrahiyə aid suallar olacaq. Eyni zamanda daha çox xanımları maraqlandıran mövzulara toxunacağıq. Ona görə də videonu sona qədər izləyin, bəyənin və paylaşın ki, bu maarifləndirici videomuz daha çox insana çatsın. Müsahibimiz isə tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah Aynur Hüseynzadədir. Aynur xanım, xoş gördük sizi. Xoş gördük, təşəkkür edirəm. Aynur xanım, bu bizim Demə kanalında sizinlə ilk müsahibəmizdir. İnşallah davamlı olar. İnşallah. Biz istəyirik ki, qısa olaraq tamaşaçılar sizi tanısın. Ondan sonra suallarımıza keçək. Dəvətiniz üçün ilk növbədə təşəkkür eləmək istəyirəm sizə, Bahadur müəllim. Qeyd etmək istəyirəm ki, cərrah olaraq artıq 21 ildir çalışıram. Hal-hazırda Bakı Sağlamlıq Mərkəzində ambulator cərrahiyyə bölümünün rəhbəri olaraq çalışıram. Demək olar ki, bütün ümumi cərrahiyyə əməliyyatları icra edirəm və həmçinin qeyd etmək istəyirəm ki, xüsusi bir sahə olaraq qadınlarda çanaq tibi cərrahiyyəsi ilə məşğul oluram artıq uzun illərdir. Belə başa düşdüm ki, qadınlar üzərində daha çox əməliyyatlar həyata keçirirsiniz. Ona görə elə qadınlarla bağlı başlayaq. Məsələn, qadınlarda ən çox rast gəlinən uşaqlıq və yaxud da sidik hissəsinin sallanması halları var. Bunlar necə baş verir və yaxud da hansı mərhələdə artıq əməliyyata göstəriş olunmalıdır? Bəli, doğru deyirsiniz. Əslində qadınlarda həqiqətən də müxtəlif cərrahi problemlər görürük. Xüsusilə də doğuşdan sonra, hamiləlik və doğuşdan sonra və burada artıq qadınları iki qrupa bölmək olar. Bir klimaksa qədər, yəni cavan yaşlı xanımlardır ki, onlarda da sallanma problemi rast gəlinir, hamiləlik və doğuşdan sonra. Və qadınlar var ki, həyatları boyu heç bir problem olmayıb, sallanma problemi yaşamayıb, amma deyək ki, bir klimaks dövrünə keçib və məsəl üçün adi bir ağır əşya qaldırıb bircə dəfə və bundan sonra sallanma problemi yaranıb. Ona görə də təbii ki, əgər xanımın müəyyən şikayətləri varsa bu sahədə, təbii ki, biz ilk növbədə müayinə edirik. Müayinə əsnasında sallanma varmı, yoxmu? Çünki bəzən olur ki, belə hallarda olur, bizə müraciət edirlər xanımlar ki, məndə sallanma var, amma müayinə edirsən, həqiqətən tapılmır o. Ona görə də müayinə çox vacibdir. Yəni müayinə zamanı varmı, yoxmu? Uzi müayinəsi ilə müəyyənləşdirilir, yoxsa necə? Əslində xeyr, sallanma problemi heç uzi ilə, yəni ultrasəs müayinəsi ilə müəyyənləşmir və burada fizikal müayinə aparılır. Yəni ginekoloji müayinə mütləq aparılır xüsusi üsullarla. Və burada artıq sallanma problemi varmı, yoxmu? Varsa neçənci dərəcə? Çünki bu çox vacib, çox mühüm bir rol oynayır. Dərəcədən asılı olaraq edəcəyimiz müdaxilə də fərqli ola bilər. Bəli, elə hallar ola bilər ki, heç əməliyyata ehtiyac olmasın və xanım sadəcə müəyyən hissiyatları olsun, izah eləyək ki, yəni burada əməliyyatlıq bir şey yoxdur. Amma həqiqətən də problem olur ki, məsələn, ola bilər çox ciddi bir sallanma olmasın, amma qadın bir doğuş keçirib və doğuşdan sonra istər-istəməz əzələ aralanması var, genişlik var, diskomfort var və s. ki, bu problemdə təbii ki, daha məsləhətdir ki, əməliyyat yolundan aradan qalsın. Bu sallanmalar indi daxildədir də, özdə görünən bir qüsur olmur. Bu, qadının orqanizminə necə mənfi təsir göstərir? Yəni, o şəkildə qalsa, tutaq ki, əməliyyat olunmasa və yaxud da müalicə olunmasa, gələcəkdə hansı fəsadlara yol aça bilər?
Əslində belə deyək, burada kifayət qədər məsələn 3-cü, 4-cü sallanmadan söhbət gedirsə, qadın bunu həm hiss edir, həm görür. Bu artıq bir torba şəkilli, bir törəmə kimi yerləşir uşaqlıq yoluna və yaxud hətta çıxır. Elə qadınlar olur, uşaqlıq tam şəkildə çöldə yerləşə bilir və yaxud sidik hissəsi. Bunların hərəsinin özünün əlamətləri var. Deyək ki, sidik hissəsinin sallanması varsa, 3-cü dərəcə, 4-cü dərəcə sallanma varsa, qadın sidiyə normal gedə bilmir. Gedir, amma qırıq-qırıq, az-az gedir və gedəndən sonra bir müddət sonra yenə getmək istəyir. Niyə bu baş verir? Çünki elə bil sidik hissəsi artıq 2 hissəyə bölünmüş olur. Bir hissəsi uşaqlıq yolunda yerləşir. O ancaq belə deyək, öz yerində olan sidik hissəsində olan sidik boşalır, amma torbada qalan qalır. Deməli, uroloji problemlərə yol açır. Bəli, qalıq sidik deyirik bu. Və sidik hissəsinin sallanmasından danışırıqsa, o heç bir fəsadsız keçməyəcək, illərlə qalacaq deyə belə bir şey yoxdur. Yəni burada istərdim detallı danışım. Niyə bu çox vacibdir? Yəni bunu vaxtında həll etmək. Çünki sidik hissəsinin o sallanmış hissəsində qalıq sidik qalır. Və istər-istəməz bura infeksiya qoşula bilər. Çünki qadınlarda sidik kanalı çox qısadır, təxminən 3 sm uzunluqdadır. Və artıq infeksiya qoşulduqda sistit yaranır. Bu qadınların çoxu xroniki sistitdən əziyyət çəkir. Yəni biz bunu öz təcrübəmizdə artıq 20 illik təcrübəmizdə biz bunu görürük. Və xroniki sistit nəyə yol aça bilər? Təbii ki, infeksiya daha yuxarı irəliləyə bilər və böyrəkləri yəni müəyyən vaxtdan sonra infeksiyalaşdıra bilər, sıradan çıxara bilər, böyrək çaşmazına gətirib çıxara bilər. Ona görə də təbii ki, bu problem varsa vaxtında həll olunmalıdır. Bir də belə bir problem olur, qadınlarda da olur, əslində bu kişilərdə də olur. Güləndə, asqıranda sidik qaçırma. Bu nə dərəcədə təhlükəli bir belə deyək də xəstəlikdir və bunun müalicə və yaxud da müayinə yolları nələrdir? Belə deyək, biz onu qeyd edim ki, biz adətən qadınlarda daha çox qadınlarda. Bəli, daha çox yox, sidik qaçırmadan da sırf sidik qaçırma problemindən danışırıqsa, güləndə eləyəndə qadınlarda olur da bu adətən. Bəli, qadınlarda olur. Ümumiyyətcə sidik qaçırma uşaqlarda da olur, qadınlarda, kişilərdə. Yəni bu 3 qrupa bölünür. Biz yalnız qadınlarla məşğul oluruq. Çünki uşaqlarda olan problem daha çox nevroloji problemdir, kişilərdə olan uroloqlar məşğul olur. Dediyiniz problem öskürəndə, asqıranda, hər hansı bir ağırlıq qaldıranda, güləndə, bu sırf sallanmanın bir növüdür. Yəni ayrıdır. Sidik hissəsinin sallanması deyil. Bir çox hətta deyərdim, bəzi deməzdim. Bir çox insanlar düşünür ki, sidik qaçırma və sidik hissəsinin sallanması eyni problemdir. Deyil. Ayrı-ayrılıqda ümumiyyətcə orada hansı növ sallanmalar ola bilər? Çanaq dibində defektlərin nəticəsində sidik qaçırma 1, sidik hissəsinin sallanması 2, uşaqlıq sallanması 3, düz bağırsağın sallanması 4 və anal sfinkter çaşmazlığı, yəni qazlar və nərçin saxlanmamazlığı 5. Yəni bu bütün problemlər çanaq dibi defektləri nəticəsində yarana bilir, yəni qadınlarda. Dediyiniz sidik qaçırma, dediyim kimi sırf sallanmanın bir növüdür və sidik kanalının altının boşluğudur. Yəni sidik kanalının altı boşalır və İstənilən qarın daxili təzyiqi artıran bir proses deyək ki, öskürmə, gülmə və yaxud ağırlıq qaldırma və s. artıq o toxuma saxlaya bilmir. Sidiyi saxlaya bilmir və sidik hissəsindən başlayır tökülməyə. Bu sırf yəni bu dediyimiz növ sidik qaçırma odur ki, 3 növü olur sidik qaçırmanın. Bəzən də olur urgent sidik qaçırma deyirik. Yəni sidik hissəsinin özünün qıcıqlı olması. Bir də 3-cü növ var ki, hər ikisi var. Həm sallanma var, həm də qıcıqlanma var. Bu problem sırf əməliyyatlıqdır. Və əməliyyatla bir dəfəlik, ömürlük, %100 aradan qaldırıla bilir. Düzgün icra olunursa təbii ki. Yəni sırf bu sidik qaçırmadan danışırıqsa, bu növ sidik qaçırma. Burada sinir toxumaları da önəm daşıyırmı, yoxsa məsələn tutaq ki, sinirin zədələnməsi fonunda da baş verir axı sidik qaçırma? O urgent dediyimiz sidik, yəni qıcıqlanma mənşəli sidik qaçırmadır ki, sidik hissəsi qıcıqlı olur və sidik artıq sidik hissəsini qıcıqlandırdığı üçün sidik hissəsi qovur o sidik. Az miqdarda sidik yaranır, yığılır, deyək ki 100-150 milli
O xəstə pasiyentlərin çoxu şikayət edir ki, doktor, bir stəkan su içən kimi getmək istəyirəm və yaxud su səsi eşidirəm, getmək istəyirəm və yaxud qaçırma olur və yaxud siqnal gəlir, getmək istəyirəm, amma gedənə qədər çatdıra bilmirəm. Artıq sidiyin axması baş verir. Bu qıcıqlanma mənşəlidir. Aynur xanım, bax siz elə qız uşaqları var ki, məsələn tutaq ki 5 yaşa qədər yerinə sidik qaçırma da normaldır da. İndi gəlib çatıb 10, 12 yaşına, 15 yaşına bəzən bunlar da yuxuda yatarkən sidik qaçırırlar. Bunların da müalicəsini aparırsınızmı, yoxsa siz dediyiniz segmentlərdə? Mən bayaq qeyd etdim, bu uşaqlarda olan sidik qaçma gecə enorezi bu adlanır. Bu sırf nevroloji problemdir. Ona görə onunla biz məşğul olmuruq. Sırf yəni biz qadınlarda olan sidik qaçırma ilə məşğul oluruq. Bəzi qadınlarda doğuşdan sonra problemlər yaranır. Xüsusən də qaz və yaxud da nəcis qaçırma var. Bunların müalicəsi hansı tipdə aparılır və əsas səbəblər nələrdir? Bəli, təəssüf ki, belə bir problem də var və bizim təcrübəmizdə də belə hallar çox görürük. Xüsusilə bu normal doğuşdan sonra baş verə biləcək bir problemdir və təəssüf olsun ki, bəzən doğuş zamanı müəyyən zədələnmələr olur, travmalar, cırılmalar olur. Bu da artıq aralığın və anal sfinkterin cırılmasına gətirib çıxarır. Burada 3 növ anal sfinkter çatışmazlığı var. Birinci mərhələdə ancaq qazları saxlaya bilmir qadın. İkincidə qaz və duru nəcis, üçüncüdə isə artıq heç bir halda saxlama mümkün deyil. Təəssüf ki, elə pasiyentlər olub. Bizim təcrübəmizdə, yəni üzr istəyirəm, artıq pampers, yəni belə deyək, bezdə gəzən xanımlar hansı ki, heç cürə saxlaya bilmir. Bu da sırf təbii ki, cərrahi problemdir. Burada biz xüsusi rekonstruktiv cərrahiyyədən istifadə edirik. Yəni rekonstruktiv cərrahiyyə nə deməkdir? Tam aralıq, tam şəkildə yenidən bərpa olur. Yenidən bütün toxumaları, yəni açılır, əzələlər tapılır, liflər, hansı ki, elə pasiyentlərim olub, mənim illərlə o vəziyyətdə olub və təbii ki, cırılma nəticəsində əzələlər artıq toxumalardan biz onu çox belə deyək də zərgər səliqəliyi tələb eləyən bir əməliyyatdır ki, hamısı tapılır, yenidən tikilir, bərpa olunur. Və əməliyyatdan sonra da xüsusi təbii ki, müalicələr var ki, bizim tərəfimizdən icra olunur. Bir çox pasiyentlərimizdə, əksər pasiyentlərimizdə çox gözəl nəticələr əldə edirik bu Yəni sahədə. əməliyyatın müddəti o zaman yəqin ki, çox uzun çəkir, belə başa düşdüm mən. Deməzdim çox uzun çəkir. Təbii ki, burada hardasa saat, yarım 2 saat söhbət belə civarında baş verir, amma çox Bundan sonra tam təbii vəziyyətdən qayıdırmı? Bəli, tam təbii vəziyyətinə qayıdır və tam şəkildə o belə deyək də problem aradan qaldırılır. Hətta onu da deyim, bizim öz xüsusi üsulumuz da var ki, bəzi pasiyentlərdə hansı ki, əlavə müalicəyə də ehtiyac olur. Biz xüsusi iynələr də vururuq ora, xüsusi dərmanlar vururuq ki, o da əzələnin yığılma qabiliyyətini biraz da artırır. Babasil və düz bağırsaq sallanması var. Bəzən pasiyentlər bunu qarışdırırlar. Məsələn, nəticə çıxarkən əllərinə bir şey dəyəndə fikirləşirlər ki, məndə babasildir. Bunların arasındakı fərqlər nədir və yaxud da müalicələri necə aparılır? Hər ikisinin müalicəsi əməliyyatlıqdırmı, yoxsa digər, məsələn, tutaq ki, indi babasillə bağlı müxtəlif kremlər, mazlar və yaxud da Türkiyə çarə üsulları deyirlər, kirpəti deyirlər, falan deyirlər. Bunlarla müalicə eləmək olurmu? Bunları da oradan da mı? Burada bir şey qeyd etmək istəyirəm lap başdan ki, sonra yəni ayırd etmək istəyirəm. Düz bağırsağın sallanması qadınlardan danışırıqsa, təbii ki, düz bağırsağın sallanması da babasildə həm qadınlarda, həm kişilərdə ola bilər. Düz bağırsağın sallanması qadınlarda 2 növ ola bilər. Bir növ biz ona rektasiya deyirik. Bağırsaq yırtıq şəklində uşaqlıq yolunda yerləşir. Əzələlərin aralanması nəticəsində normal doğuş keçirən, yəni normal doğuş dediyimiz keçirən bir çox xanımlarda bu problemə rast gəlinə bilir. Və bu özü necə bir üzə verir? Yəni uşaqlıq yolunda bir torba şəkilli yenə də bir törəmə olur. Normal defikasiya dediyimiz baş verə bilmir, barmaqla təzyiq və s. Və var düz bağırsaq sallanması, hansı ki, bağırsağın anal dəlikdən aşağı düşməsi. Yəni bu 2 növ düz bağırsaq sallanmasıdır. Bunları yəni çaşdırmayaq. Babasilə gəldikdə, bəli, babasil 4 dərəcə olur. Orada belə deyək ki,
birinci, ikinci dərəcəni müəyyən qədər müalicə deməyək, əslində babasil nədir? Yəni burada da istəyirəm müəyyən miflər var ki, krem elə eləyim, şam eləyim və yaxud dərman içim, bununla da aradan qaldırılsın, keçsin, müalicə olunsun. Əslində o doğru bir şey deyil. Babasil yaranıbsa, odur ki, yaramağı da daha çox genetik belə deyək, problemdir. Yaranıbsa o heç yerə getməyəcək. Yəni bu Orada da qalır. Hə. genişlənmiş damardır əslində. Uzaqbaşı Varikoz şamlarla falan içəri doğru Simptomları çəkilir. müəyyən qədər yüngülləşdirə bilirik. Yəni ayaqda necə varikoz yaranır və qalır və getdikcə inkişaf edir. Eləcə də babasil. Sadəcə olaraq birinci, ikinci dərəcədə pasiyent onu hiss etməyə bilər, amma təbii ki 3-4 artıq müəyyən qədər sağlam. Yəni məsələn defikasiya 3-cü dərəcə defikasiya aktında düşür, sonra geri çəkilir. 4-də artıq tam şəkildə xaricdə yerləşir. Ona görə də əslində babasil problemi varsa və pasiyenti narahat edirsə, xüsusilə elə adam var ki, qanama. Məsələn, hər defikasiyadan sonra qan itirir. Yəni illərlə də belə yaşaya bilər insan, amma əslində bu normal bir hal deyil. Bu qan bədəndən gedən təmiz qandır. Yəni babasilin özünü belə deyək, orada müəyyən Üstəlik oradan infeksiya da ola bilər axı. Bəli, təbii ki, infeksiya ola bilər, sonra parapraktit yarana bilər, fistula yarana bilər. O hamısına yol açır. Amma bu pasiyentlərin çoxsunda xroniki anemiya dediyimiz hala rast gəlir. Yəni qan azlıq. Bəli. Halbuki normal deyil. İnsan hiss eləyir ki, tutalım, başı gicəllənir, baş hərrənməsi olur, özünü halsız hiss eləyir, yorğun hiss eləyir. Başa düşmür ki, səbəb nədir. Amma əslində səbəbi var. Yəni dərindən araşdıranda məlum olur ki, hər dəfə defikasiya aktı bədəndən təmiz qan çıxır, qan itirir bu adam. Və bir çox pasiyentlər, mən elə təcrübəmdə elə pasiyentə rast gəlmişəm ki, 5 hemoqlobinlə gəlib, yəni o dərəcədə aşağı hemoqlobin və düşünüb ki, bu normal haldır. Halbuki belə biz habitus deyirik də, üzünə baxan kimi görürsən ki, bu insanda xroniki anemiya var. Ona görə də babasilin bir dəfəlik müalicəsi əslində əməliyyatdır. Amma burada bir nüansa toxunmaq istəyirəm. Yəqin ki, bir çox belə deyə insan bilir ki, babasilin açıq cərrahiyyəsi var və lazer cərrahiyyəsi var. Bunu da qeyd etmək istəyirəm ki, lazer cərrahiyyəsindən mən babasilin lazer cərrahiyyəsini 2017-ci ildən o əməliyyatları icra edirəm. Əgər deyək ki, dərəcə 2-dirsə, mən o pasiyentə məsəl üçün açıq əməliyyat ümumiyyətcə heç bir pasiyentə, bir çoxlarına mən tövsiyə etmirəm açıq əməliyyat və əksəriyyətinə lazerlə, yəni lazer üsulu ilə əməliyyat edilir. Hətta 4-cü dərəcələri, ağırlaşmış dərəcələri. Lazer necə yandırırsınızmı onu? Baxın, lazerlə açığın fərqi nədir? Fərq ondan ibarətdir ki, hətta bunların adında da fərq var da, yəni açıq sulda düyünlər kəsilir, götürülür və təbii ki, kəsildiyinə görə tikiş qoyulur, tikilir. Lazerdə nə kəsilmə yoxdur, nə tikiş yoxdur. Açıq əməliyyat daha gec sağalır da, həm də Açıq əməliyyatın təbii ki, ağrı sindromu hədsiz çox olur. Yəni ora ən biz şokagen zona deyirik. Yəni ən çox sinir reseptorları olan yerdir orada. Ona görə də ağrı hədsiz çox olur açıq əməliyyatda. Lazer əməliyyatında biz kəsmirik. Kənardan bir nazik bir simdir. Ümumiyyətcə lazer nədir? Yüksək, yəni qırmızı işıqdır və çox yüksək temperatur yaradır və yandırır. Düyünün özün yox. Kənardan girir, düyünün yerləşdiyi yerə və o paketi yandırır. Təbii ki, onun da özünün nüansları var. Götürdüm, lazer elədim deyə və bununla da iş bitmədi. Onu elə yandırmalısan ki, nə yenidən yaranmasın, yaxşı yansın bir dəfəlik. Nə də selli qişanı çox yandırmamalısan. Yəni ümumiyyətcə selli qişanı yandırmaq olmaz. Düyün selli qişanın altında yerləşir. Yandırsa sonradan nəcis saxlama problemi yarana bilər. Nəcis saxlama o sfinkteri zədələnsə ola bilər. Amma əsas problem nədir? Həmin o yandırılan yerdə toxuma yaranır. Fibroz toxuma deyirik və bu sonradan daralmaya gətirə bilər. Yəni selli qişanın daralmasına və pasiyentlər bundan məsəl üçün əziyyət çəkə bilər ki, mən öz təcrübəmdə başqa bir yerdə icra olunan əməliyyatdan sonra elə bir pasiyent görmüşəm ki, ondan yəni aylarla məşğul olaraq vəziyyətdən çıxarmışam.
Ona görə də təbii ki, lazer cərrahiyyəsi mütləq, yəni burada heç belə deyək də, müqayisə oluna bilməz açıq üsulla. Çox gözəl üsuldur Babasil. Çünki Babasil əməliyyatı adı gələndə hamı qorxuya düşür ki, orada ağrı çox olur, nə bilim, bəzən aylarla sağalma gedir. Çirkli zonadır da belə deyək. Lazer çox gözəl alternativadır. Yəni ağrı sindromu demək olar ki, olmur təkcə Babasil Xəstəxana olanda. şəraitində bildiyimə görə artıq bir gün saxlanılır. Ümumiyyətcə lazer əməliyyatından sonra pasientləri biz dərhal aktivləşdiririk. Dərhal normal həyatlarına qayıdır. Elə pasient var, həmin gün çıxır xəstəxanadan və normal həyatına qayıdır. Müəyyən bir belə deyək də qaydalara riayət etməklə, amma yəni pasientlərim olub, xüsusilə həkimlər bilirik ki, həkimlər belə əməliyyatdan çıxıb xəstəxanadan birbaşa işə gedib, yəni o dərəcədə rahat keçirib əməliyyatı. Qayıdaq yenə qadınlara daha çox maraqlandıran mövzular. Uşaqlıq mioması daha çox qadınlar bunu eşidəndə biraz daha qorxuya düşürlər. Çox adam fikirləşir, xərçənglə bağlı əlaqələndirənlər də var bunu. Nə dərəcədə təhlükəlidir uşaqlıq mioması və hansı mərhələdə əməliyyata göstəriş var? Deməli, miomalar xoş xəstəli şişdir. Əslində onların bədxəstəli şişə keçmə ehtimalı belə deyək də çox azdır. Demək olar ki, yox vəziyyətindədir. Amma miomalarında təbii ki, ölçüsü və yerləşməsinə görə biz yəni əməliyyat edəkmi, etməyəkmi göstərişlər qoyuruq. Miomanın 3 növ yerləşməsi olur. Yəni belə deyək, uşaqlığın 3 qatında və burada məsəl üçün əzələdə yerləşəndə və sirtli qışı altında yerləşəndə müəyyən narahatçılıqlar yaradır. Nə kimi? Qanaxma. Qanaxma əsasən də əgər menstruasiya varsa, menstruasiya zamanı çox qan itirmə olur və yaxud menstruasiya dövrü uzanır. Və yaxud da ola bilər menstruasiya arası dövrü. Qadınlar heç dayanmır da, yəni o qədər qanaxma olur. Təbii ki, bu həyatı üçün qadının çox təhlükəlidir. Ən yaxşı halda xroniki anemiya yaradır, ən pis halda artıq o dərəcəyə gətirə bilər ki, yəni həyatı təhlükə yarada bilər. Təbii ki, belə düyünlər mütləq şəkildə çıxarılır. Və də burada artıq biz, məsələn, deyək ki, müraciət edir qadınlar və yaxud bəzən belə deyək, nəticələrinə baxırıq. Düyün var, deyək ki, 1-2 sm, hətta 3 sm-ə qədər, 1 sm və s. 1-2 düyün var, heç bir qanaxma vermir, heç bir əlamət vermir, heç bir. O düyünlərə biz toxunmamağı tövsiyə edirik. Öz-özünə yox ola bilirmi? Onlar yoxsa və yaxud da böyümürsə, Klimaksa girəndə qadın artıq onlar da kiçilir. Ona görə əgər onların fəaliyyəti yoxdursa, onlar heç bir problem yaratmırsa, olur, gəlirlər, məsəl üçün, qadınlar, xanımlar müraciət edir. Narahatdırlar da ki, siz demiş, birdən başqa bir şey keçə bilər, birdən nəsə problem yarada bilər. Əslində şiş eşidən kimi bizim insanlar onu xərçənglə əlaqələndirirlər, amma əslində bir tərəfdən yaxşıdır, doğrudur. Yəni belə deyək, nə barədə doğrudur? Narahat olmaq doğrudur ki, vaxtında nəyisə qarşısını almaq daha yaxşıdır, nəinki belə deyək, işdən keçəndən sonra kömək etmək. Amma yəni o halda olan heç bir əlamət verməyən kiçik düyünlərə toxunmuruq. Amma dediyim kimi, böyük düyünlər, odur ki, bəzən, məsəl üçün, mənim təcrübəmdə olub, çox böyük düyünlər çıxartmışıq. Yəni, təsəvvür, bütün qarın boşluğunu tutan düyün belə olub. Təbii ki, böyük düyünlər 3 sm yuxarı belə 4 sm, 5 və s. ondan da artıq. Onların nə əsas, qanaxma verməsə də, bağırsaqları sıxaraq hissəvi bağırsaq keçməzliyi verə bilir. Daima köp, narahatçılıq, qəbizlik. Yəni belə hallar verə bilir ki, o zaman da artıq əməliyyata göstəriş var. Artıq uşaqlıqmı çıxarılacaq düyünlərlə birlikdə, yoxsa təkcə düyünlər mi çıxarılacaq? O artıq pasiyentə görə dəyişir, yaşına görə, klimakterik dövrdə olub olmamasına görə. Yəni baxın, mümkün qədər əgər uşaqlıq sağlamdırsa, biz uşaqlığı qorumağa çalışırıq. Hətta gələk o qayıdaq uşaqlıq sallanmasına. Tam şəkildə təsəvvür eləyin ki, uşaqlıq xaricdə yerləşir də, təsəvvür eləyin belə bir hal. O uşaqlıq normaldırsa, orada bir patoloji dəyişiklik yoxdursa,
deyək ki, başqa bir problemlər yoxdursa, o uşaqlığı mən heç vaxt çıxartmıram. Yəni xüsusi əməliyyat var. Bu çanaq dibinin xüsusi əməliyyatıdır. Torlo-sakrospinal fiksasiya. Geniş yayılan bir əməliyyat deyil, amma çox effektiv, yəni xüsusi təcrübə tələb edən bir əməliyyatdır. Bu aşağıdan icra olunur, uşaqlıq yolu tərəfindən icra olunur. Xüsusi tor keçirilir orada çanaq dibində yerləşən bağlardan və fiksasiya olunur uşaqlığa. Biz bu toru çəkəndə uşaqlıq, sidik hissəsi, bağırsaq hamısı qalxır, oturur öz normal yerində. Və uşaqlığı çıxartmağa ehtiyac. Əksinə, bax bu məqamı çox xüsusilə qeyd etmək istəyirəm ki, uşaqlıq sallanmasında uşaqlığın çıxarılması təkcə uşaqlığı çıxartmaq məsələnin həlli deyil. Əksinə, uşaqlıq çıxarılandan sonra o həmin o güdül sallanacaq, sidik hissəsi sallanacaq, bağırsaq sallanacaq. Ona görə burada mütləq şəkildə, yəni nəyə görə yaranır uşaqlıq sallanması? Əsas səbəbi tapılır. Səbəb nədir? Bağ boşalır, yəni uşaqlığı tutan bir bağlar var. Onlar boşalır, zəifləyir və uşaqlıq düşür aşağı. Təsəvvür edin, biz o uşaqlığı çıxartdıq, bağlara heç nə eləmədik. Nə olacaq? Hər şey yenidən, yəni elə xəstələri biz çox görürük. Sallanmaya görə nə vaxtsa başqa yerlərdə uşaqlıq çıxarılıb, indi bizə müraciət edib ki, sidik hissəsi çöldədir və yaxud da o uşaqlıq yolunun güdülü qalır axı, elə bil corabı necə çevirirsən? Bax o şəkildə çevrilir və xaricdə yerləşir. Uşaqlığı çıxarılmış qadınlar məsələn nəyini itirir? Məsələn, tutaq ki, tamam ana ola bilmir, anladıq. Yəni tutaq ki, bunun 2-3 artıq evladı var, normaldır, amma müəyyən xəstəlik var ki, tutaq ki, orada şiş tapılıb, nə bilim, digər problemlər var, uşaqlıq sallanması, nə bilim, 4-cü dərəcədədir, uşaqlığı çıxartmısınız da. Bunlar nəyini itirir? Yəni tutaq ki, cinsi fəaliyyətini də mi itirə bilirmi, yoxsa başqa hansı problemlər yarana bilər buradakı? Yox, əslində cinsi fəaliyyət itmir, amma təbii ki, yəni uşaqlıq bir orqandır. Bəli. Qadına lazım olan bir orqandır və onun müəyyən hormonal təsirləri var, hormonal təsirləri var. Onun psixoloji təsirləri var. Təbii ki, göstəriş varsa, bu göstəriş də əsas hansıdır? Bir bədxəstəlik, müəyyən hətta adi, deyək ki, mioma heç nə yoxdur, amma endometrium içəridəki qalınlaşıb, hiperplaziya olub. Onun deyək ki, xərçəngə çevrilmə ehtimalı var, yüksəkdir. Orada da təbii ki, etaplar var. Yəni birinci qaşınır, biopsiyaya göndərilir. Əgər orada bir problem çıxmadısa, sadəcə müşahidə altında qalır. Yox, əgər başqa bir problem çıxırsa, artıq uşaqlıq çıxarılmalıdır. Amma sırf deyək ki, cavan yaşlı, klimaksda deyil qadın. Deyək ki, düzdürmü? 40 yaşa qədər məsələn və 50 yaşa qədər. Yoxdur, klimaksı hələ yoxdur. Və uşaqlıqda miomalar var. Yəni məsəl üçün bunu əslində biz görə-görə gəlirik də. Mən məsələn görmüşəm elə qadınlar ki, miomaya görə deyək bir 30 yaşında uşaqlığı çıxarılıb, inanın o qadının müəyyən psixoloji vəziyyətinə də təsir eləyir. Çox təsir eləyir hətta. Ona görə göstərişsiz uşaqlığın çıxarılması qətiyyən yol verilməzdir. Odur ki, sallanmada, normal uşaqlıqda biz heç yaşından asılı deyil, yəni olmayaraq. Olub mənim pasiyentim 85 yaşındakı uşaqlıq tam xaricdə yerləşib, amma setka ilə, torlo-sakrospinalla fiksasiya eləmişəm, yəni yerinə oturtmuşam uşaqlığı və salam onunla da normal yaşayıb. Ehtiyac yoxdur çıxartmağa. Amma təbii ki, göstəriş varsa, artıq məcburən çıxartmalıyıq. Və klimakterik dövrdə də deyim ki, problemli uşaqlığın çıxarılması, artıq onsuz da klimaksdadır qadın. Çünki baxın, klimaks yoxdursa, menopauz, yəni klimaks və biz uşaqlığı çıxarırıqsa, biz cərrahi klimaks yaradırıq. Bu da qadında hədsiz çox belə deyək, simptomlara gətirib çıxarır. İstilik, təzyiqin oynaması, daima tər basma, psixoloji və s. Ona görə də göstəriş. Amma klimakterik dövrdə problemli uşaqlıqdırsa, mən sallamadan danışmıram. Və yaxud dediyim, deyək ki, qanayan miomalar olsun və yaxud da başqa bir onkoloji tərəfdən, o mütləq çıxarılmalıdır. Onun da qadına xüsusi bir təsiri yoxdur. Xanım, bir də doğuşdan sonra qadınlarda qarın sallanır və yaxud da hamiləlikdə artıq qarın müəyyən qədər qabağa gəlir, sonra o geri çəkilərdə bu sallanma olur.
Müasir dövrdə insanlar yaxşı görünmək istəyirlər, fit görünmək istəyirlər. İndi əvvəlki qapalı geyinən dövrdə qadınlar buna çox fikir vermirdilər. Amma indi həm biraz nazik geyimlər falan bu şeyləri yəqin ki, üzə çıxarıb müasir dövrdə bu qarın gərmə əməliyyatı. Bu qarın gərmə əməliyyatları, bax, indi mən köhnə əməliyyat deyil məncə də. Yəni bu yəni bir 10 il, 15 ilin əməliyyatı olar yəqin ki. Nə dərəcədə doğrudur və yaxud da bundan sonra qadınlar hansı irəliləyişlər əldə edirlər və yaxud da riskləri hansılardır? Çox yaxşı bir mövzuya toxunduq. Burada xüsusilə bayaq dediniz ki, hamiləlikdən sonra müəyyən qədər qarın qalır. Bəli. Əslində çox vacib bir mövzudur. Bu barədə xüsusi danışmaq istərdim. Bəzən belə bir hallara rast gəlirik ki, məsələn, tamam ki, bir keysəriyyə zamanı eyni zamanda abdominoplastikada icra olunur. Yəni eyni həmin əməliyyat, keysəriyyə və həmin vaxtda da abdominoplastika olunur. Aha. Belə deyək də ki, xanım ikinci dəfə də bir də əməliyyata getməsin və s. və yaxud mini abdominoplastika. Yəni biz sonradan bu pasientləri görürük müəyyən vaxtdan sonra və nəticələri çox da ürək açan olmur. Niyə Çünki hamiləlik dövründə olmamalıdır da bu. Belə başa düşdüm ki, Kester əməliyyatı ilə birlikdə olunan qarın gərmə əməliyyatı çox da yaxşı nəticələr vermir. Gəlin niyəsini danışaq. Yəni belə deyək də hər deyilən sözün bir məntiqli izahı olmalıdır da. Ümumiyyətcə hamiləlik vaxtı bəli, bütün toxumalar dartılır. İstər qarın öndüvarı, istər çanaq dibi toxumaları uşaq dölün yaratdığı təzyiq nəticəsində. Artıq hamiləlik bitdikdən sonra fərqi yoxdur. Normal doğuş olsun və yaxud da keysəriyyə olsun və s. Müəyyən vaxtdan sonra toxumalar yığılmağa başlayır. Yəni bu normal bir fizioloji prosesdir. Məsələn, bəzən bizə pasientlər müraciət edir, dərhal deyək doğuşdan sonra bir ay sonra kəs. Biz mütləq şəkildə gözləməyə məsləhət görürük. Çünki çəkilə bilər də sözlər. Bəli, çəkilə bilər. Təbii ki, onun üçün müəyyən həm korset geyinilməlidir, müəyyən qədər idman deyək ki, bəzi növlərdən istifadə olmalıdır və s. Amma qadının doğuşdan sonra, yəni hamiləlikdən sonra toxumaların yığılma ehtimalı çox yüksəkdir. İstər qarın öndüvarında, istərsə də çanaq dibində daha doğrusu aralıqda olan toxumalar yığıla bilir. Bəzən olur ki, qadında hamiləlikdən sonra sidik qaçırma yaranır. Məsələn, öskürəndə, askıranda. Amma üstündən zaman keçir, 3 ay, 4 ay, 5 ay, 6 ay və bu problem öz-özünü aradan qaldırılır. Niyə? Çünki toxumalar yığılmağa başlayır. Bərpa olur. Təbii ki, orada da pasientin, xəstənin özündən, bədənindən çox şey asılıdır. Əgər onun əvvəlcədən də toxumalarında birləşdirici toxuma kifayət qədər yaxşıdırsa, zəiflik yoxdursa, bunlar yığılır. Amma varsa, artıq problem qalır. Və biz bunu hardan bilə bilərik? Qalıb ya gedib gözləmək. Yəni biz ən azı 3 ay, ən azı. Amma adətən biz 6 aya qədər ən azından gözləməyə məsləhət görürük. 6 aydan sonra biz artıq görürük, əgər sallaqlıq qalıbsa, məsələn, yığılıb amma sallaq qarın qalıb və o sallaq qarın təbii ki, artıq öz başına və yaxud idmanla aradan qaldırılma ehtimalı çox aşağıdır. Təbii ki, qadının özgüvəninə də təsir eləyir, müəyyən kompleks yaradır. Elə qadın yoxdur ki, qarın onda kompleks yaratmasın. Mümkün olan şey deyil. Yəni. Estetik problemdir də, belə deyək. Yoxsa bunun bədənə də hansı bir zərəri var? Estetik də var və bir də ola bilər ki, məsəl üçün bir çox qadınlarda biz həmçinin düz əzələlərin diastazını görürük. Diastaz nədir? Məsələn, tam hamiləlik vaxtı əzələlər aralanıb və sonra yenidən qayıtmayıb yerinə. Ona görə də pərdə nazilib deyə qarın daxilində olan orqanlar artıq müəyyən qədər çıxır, dəri altına çıxır, belə deyək də görsənir. Hətta elə qadınlar olur ki, görünüş olaraq baxırsan hamilə qadına oxşuyur, amma əslində diastazı var.
bu qarın boşluğunda olan orqanlarda belə yerləşir. Başa düşürsüz? Təbii ki, orada artıq bilavasitə tibbi göstəriş var ki, bu problem aradan qaldırılsın. Və belə qadınlara təbii ki, sallaq qarın olanda biz xanımlara təbii ki, abdominoplastikanı məsələn çox piyli qarınlar var, piyli qarındırsa, piyləmə varsa, orada biraz çəki atmağı ondan sonra. Amma sallaqlıq qalıbsa, o problem idmanlarla, korsetlərlə və yaxud nəsə kremlərlə və s. aradan qaldırıla bilmir. Xüsusilə də diastaz varsa. Onun əsas aradan qaldırılma yolu cərrahi üsuldur ki, niyə görə dedim bayaq keysəriyyə? Keysəriyyə vaxtı biz bilmirik bu toxuma sonra necə yığılacaq. Və bəzən artıq çapıq yığılandan sonra gəlir daha yuxarıda yerləşir. Halbuki çapıq aşağıda olmalıdır. Və yaxud göbəyin yerləşməsi başqa cür olur. Ona görə adətən biz gözləməyi məsləhət görürük. Və əgər sallaq qarın varsa, abdominoplastika əməliyyatı icra edirik. Burada mən öz səhifəmdə də bu barədə xüsusilə danışmışam. Onun da müəyyən qaydaları var ki, sabahları fəsadlar olmasın. Yəni, məsəl üçün, liposuction və abdominoplastika, böyük liposuctiondan çox, belə həcmli liposuctiondan söhbət gedir və abdominoplastika eyni zamanda icra olunmamalıdır. Niyə? Çünki biz əgər ilk növbədə dərinin qan təchizatını pozuruqsa liposuctiondan, sonra onu kəsirik, tikirik, təbii ki, o dəri sağalmayacaq, çürüyəcək, fəsadlar yaranacaq. Yəni, abdominanı da eləyiriksə, biz bunu sağlam şəkildə eləməliyik ki, insanın həyat tərzinə, görünüşünə, sağlamlığına mənfi təsir göstərməsin. Bunu xüsusi steril şəraitdə eləməliyik, bunu xüsusi qaydalarla eləməliyik ki, birincili sağalsın və qadın öz həyatına qayıtsın və xoşbəxt olsun, öz güvəni artsın. Həqiqətən qadının istər abdominoplastika əməliyyatından sonra, istər adi vaginoplastika əməliyyatından sonra, yəni belə deyək, hamiləlikdən sonra yaranan problemləri aradan qaldırıqda qadının özgüvəni çox-çox artır və çünki komplekslər aradan qaldırılır. Qadın özünü sevməyə başlayır. Qadın özünə, necə deyim, xüsusi diqqət ayırmağa başlayır və həqiqətən də bu biz qadınları elə xoşbəxt görəndə biz də çox sevinirik. Tutaq ki, belə deyək də, bu birinci uşaqdan sonra qarın gərilmə əməliyyatı elədi. Yenidən hamilə qalmaq istəsə, yenə də mi bu növbəti dəfə qarın gərilmə əməliyyatı eləməlidir ki, bədəniniz olsun, yoxsa onda artıq problem yaranmır? Əslində problem elə də yaranmır. Biz daha çox məsləhət görürük ki, bəli, əgər belə deyək, yəni uşaq planlaşdırılırsa, artıq uşaq dünyaya gətirsin, ondan sonra bir dəfəlik olunsun. Amma yəni belə deyək, lap deyək ki, müəyyən hallarda da olunubsa da, o sonra yəni ciddi bir problem yaratmır. Belə Aynur xanım, bəzi çox məsələləri danışdıq. Bu ilk müsahibəmiz olduğuna görə sizin əhatə elədiyiniz, əməliyyat elədiyiniz xəstəliklər çoxdur. Mən belə başa düşürəm ki, gələcək podkastlarımızda biz hər bir problemlərdən ayrı-ayrı danışaq. Çünki pasiyentlər də fərqlidir. Məsələn, eyni mövzu, məsələn, tutaq ki, birində babasil mövzusu olur, birində sallanma mövzusu, birində qarın gərilmə əməliyyatı maraqlıdır ona. Ona görə də hər segment üçün ayrı podkastlar çəkmək və daha ətraflı izah eləmək lazımdır. Bu bizim tanışlıq podkastımız olsun və inşallah ki, növbəti podkastlarımızda biz ayrı-ayrı mövzuları ayrılıqda müzakirə eləyərik. Gəldiyiniz üçün təşəkkür edirik. Maraqlı oldu. Məncə xanımlar bu videoya baxandan sonra xeyli maariflənəcəklər və öz həyatlarını daha sağlam keçirmək üçün vaxtında ya tədbir görəcəklər, ya həkimə müraciət edəcəklər. Əziz dostlar, Aynur xanımın WhatsApp, Instagram və yaxud da digər sosial şəbəkə əlaqələri videomuzun altında açıqlama hissəsində var. Eyni zamanda aşağıda da görürsünüz. Əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi və paylaşmağı unutmayın. Çox sağ olun, təşəkkürlər. Təşəkkür edirəm, mən də təşəkkür edirəm. Dəvətinizə görə çox xoş oldu. Qaraciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni bir saçdan ötürü həyatı məhv eləməyə dəyərmi?